müvəqqəti fasilə idi. Bir neçə saat əvvələdək gür-gür gürlayan atəşlər gecə müvəqqəti olaraq səngimişdi. Dan yeri qızarırdı. Az sonra yenə hər şey təzədən başlayacaq. Yenə bu yandan o tərəfə güllə yağışı səpəcək. Hələliksə sakitlikdir. 1944-cü ilin martıdır və Azərbaycan şairi, döyüşçü Ənvər Əlibəyli başqa əskər yoldaşları kimi qazmaya sığınıb. Hələ ki sakitlikdir, hələ ki fürsət var. Balaca dəftərçədə növbəti şeirini yazır. Kim bilir, bəlkə az sonra yenidən coşacaq atəşlər onun da həyatının son nöqtəsinə qoyacaq. Elə bu şeiri yaza biləcəklərinin axırıncısı olacaq. Ya bəlkə bir neçə gün onların evinə, sığınacağına çevrilmiş bu qazmadakı axırıncı gündür. Bugünkü döyüşdən qalib çıxacaqlar, irəliləyəcəklər və sabahmı, ondan sonraki gündəmi yeni şeirləri artıq başqa qazmalarda yazılacaq. Döyüşçü Ənvər Əlibəyli dəftərçəsini qoymuşdu dizinin üstünə, misra-misra, ümidli, inamlı şeirini yazır. Amma bu şeir həm də onun məktubuydu. Mən bugün dar qazmada, yer altında, dərində, səadət üçün durmuşam ölüm ilə üz-üzə. Boğulmayacağam mən əcəlin əllərində, qaranlıqlar içindən çıxacağam gündüzə. O müthiş günlər arxada qalacaq. 15-20 il sonra növbəti şeirlərindən birini yazacaq. Daha səngərdə, qazmada yox, rahat evinin sakitliyində, xudmani bir gecədə, əminaman günlərin qoynunda. Həmin o vaxtıyla səngərdə yazdığı şeirlə səsləşən bir şeir. Bu şeiri müharibənin o nigaran günlərindəkindən çox sonra yazırdı. Ancaq ürəyindəki və qələmindəki yenə həmin duyğu, həmin istək, yenə onu güclü eləyən ümid, inam üzərində vüqarla dayandığı doğma torpağıdır. Başımın üstündə göylər, ayağım altda torpaq, ürəyimdə sən. Gör nə qədər qüvvətli, cəsarətli, qüdrətli və güclüyəm mən. Mən göylərdən, torpaqdan, səndən ayrılsam, əgər nəfəs alıb versəm də, o ömür nəyə dəyər? Ürəyimdə sən, başım üstündə göylər, ayağım altda torpaq. Mən göylərlə, torpaqla, sənlə güclüyəm ancaq. Göylərlə, torpaqla, qəlbinin min bir teli ilə bağlı olduğu vətənlə güclü olan Ənvər Əlibəyliyə, həyat ömrünün xoşbəxt illərində daha heç vaxt ayrılmayacağı bir səngər, bir sığınacaq da bağışladı. Azərbaycan efirini. Ömrünü yaşadı, getdi, ancaq səsi, nəfəsi, solmaz şeirləri bu sevimli sığınacaqda həmişəlik qaldı. ...1955-ci ilin bahar günlərindən birində məni Azərbaycan Film Studiyasına çağırdılar. Orada rejissor Lətif Səfərov və bəstəkar Tofiq Quliyevlə görüşdüm. Məlum oldu ki, Bəxtiyar filminin çəkilişi Lətif Səfərova, musiqisi Tofiq Quliyevə tapşırılmışdır. Mən də filmdəki mahnıların əksəriyyətinə mətni yazmalıyam. Mən bu tapşırığı böyük məmnuniyyətlə qəbul etdim. Çünki Tofiq Quliyevlə birlikdə işləmək, birlikdə mahnılar yazmaq mənim çoxdankı arzum idi. Düzdür, vaxtadək mən Tofiq Quliyevlə işləməmişdim. Lakin onun axıcı, zərif, xalq musiqimiz zəminində yazılmış
melodik mahnılarını çox eşitmişdim və hər dəfə də bu mahnıları eşidəndə böyük ləzzət almışdım. Ah bu güzellik mənbəs o zaman ne üçün hissetmedim söyle bugünkü tek. Bugün ne olsa da azizim inan, öz sözün değer sana daha seven ürek. Ah niye, ne üçün mən beləyəm bəs bugün. Ah niye senin mən tuta bilmirəm əllərindən. Ne qəşəngsən, ne güzelsen bu akşam sen aziz dost. Ne qəşəngsən, ne güzelsen bu akşam sen aziz dost. Dirilik suyu adlanan o çeşmenin elə gerçekten de bir bulaq kimi varlığına inanıp ümit bəsləyənlər illərcə arasalar da ab həyatı tapa bilmədilər. Ancaq həmin əbədi dirilik çeşməsini aramadan tapanlar da az olmadı axı. Elə biri Ənvər Əlibəyli, qocalmağa macal tapmamış bu şair, qocalıq haqqında düşünərkən elə misralar da yazmışdı. İnsan qocalanda səs də qocalır, fikir də qocalır, his də qocalır. Çox heyf, ötdükcə illər, yaxşı da qocalır, pis də qocalır. Zahirən, həyatını yaşayan hər kəsin ömrünə aid bu qaçılmaz aqibətdən o kəslər qurtulur ki, içərisində həmişə gənclik, solmazlıq daşıyan irs doğururlar. Yaratdıkları yaşadıkça da bitməz gənclik onlarla birgə qalır. Sevgilərinin və insanlara qalan əməklərinin mükafatı kimi. Tale Ənvər Əlibəylidən bu qisməti əsirgəmədi.